Bir dənə qaydalardan yadınıza salım sonra. İxtiyari üçbucaqda deyəndə, yəni istənilən üçbucaqda hamısında keçən qaydalar hansılardır? Heç ehtiyac yoxdur şəkilləri çəkməyə, sadəcə qaydalar yazacağım. Böyük R bərabərdir ABC böl 4S. Burada böyük yer nədir? Böyük yer əgər çevrə xaricə çəkilibsə, yəni üçbucağın çölünə çəkilibsə, əgər çevrə böyük yer olacaq həmişə. Bəs kiçik yer nədir? 2S bölək A plus B plus C. Yəni, belə deyək, əgər çevrə üçbucağın içərisinə çəkilibsə, onda daxilinə çəkilibsə, onda nə olur? Kiçik yerdən istifadə edirik. Cümlələrdə bəzən başbucaq fırlatmaq istəyəcəklər, diqqətli olun. Orada deyir ki, çevrə daxilinə üçbucaq çəkilib, misal üçün. Sən özün fikirləşməlisən ki, çevrə daxilinə nəsə çəkilibsə, çevrə özü xaricdədir. Biz xaricə çəkilmiş çevrəyə böyük yer deyirik. Yəni o cümlə sizi çaşdırmasın. Çevrə çöldə qalırsa böyük yerdir. Çevrə içərdədirsə kiçik yer. Yaxşı. Cümlədə başımızı fırlada bilərlər. Çevrənin daxilinə nəsə çəkilibsə, çevrə xaricdədir. Çevrənin xaricinə nəsə çəkilibsə, çevrə deməli daxildədir. Cümlələrlə biraz oynaya bilərlər. Siz şəkil çəkməmiş fikirləşməyin. Çevrə çöldədirsə böyük yer, çevrə içərdədirsə kiçik yer olacaq. 2. Bərabər tərəfli. Bərabər tərəflinin digər adı düzgün üçbucaq gedirdə, eləmi? Burada böyük yer A kökdə 3 bölü 3'dür. Kiçik yer A kökdə 3 bölü 6'dır. Yəni, daxilinə çevrə çəkilsə A kökdə 3 bölü 6 olur radius. Xaricinə çevrə çəkilsə A kökdə 3 bölü 3 olur radius. Düz bucaqlı üçbucağa baxırıq. Düz bucaqlı üçbucaqda indi biz bunu belə çəkək, göstərək. Bura A, bura B, bura C-də. Adlarını yazıram ki, qarışdırmayasın. A ilə B kat etdi burada. İndi, əgər ki, xaricə çevrə çəkilibsə, radius hipotenuzun yarısıdır. Daxili çevrə çəkilibsə, A plus B C böl 2'dir. Yəni, katetləri toplayıb hipotenuzu çıxırsan, yarıya bölürsən, qutarır gedir. Bu 6 düsturdan istifadə edəcəksiniz qaydalarda. Bir də yadınızdadır, sinuslar teoremi demişdik. Sinuslar teoremində nə idi bura? Alfa, beta, gamma tutaq ki. Buranı A verib, buranı B verib, buranı C verib tutaq ki. Sən yazırsan A böl sin alfa bərabər B böl sin beta C böl sin gamma bərabər 2R. Bizə buradakı 2R çox lazım olacaq misalların içərisində. Axırda A böl sin alfa bərabər 2R. Biz çox istifadə edəcəyik, ona görə yadınızda saxlayın. Yaxşı. Belə. İstəyirsiniz bir dənə ekran şəklini çəkin. Təzədən mən bunları siləcəm. Misallardan nümunələrini izah edək. Aha. Baxaq misal gedək. Katetləri 6 və 8 olan düzbucaqlı üçbucaq deyir. Katet 6 və 8 isə hipotenuz olur 10. Xarici çəkilmiş çevrənin radiusu C böl 2 idi. Hipotenuzun yarısı idi. Yəni 5 düşür. Bayaq yazdığımız qayda. Aydındır. Deməli, burada düzbucaqlı üçbucağın katetlərinin nisbəti 3-ün 4-dədirsə, bu 3K, bu 4K'dır. Onda avtomatik bura nə düşür? 5K. Çevrənin radiusu, xarici çəkilmiş çevrənin radiusu C böl 2 deyil idi düzbucaqlıda.
Bu 2 onda 5 verilibsə, deməli C nədir? 5'dir. 5'i 2'ye böləndə 2 yarım qalır. İndi C də 5 isə, 5K 5-dirsə, 4K 4, 3K 3 qalır. İndi sənə deyir, daxilə çəkilmiş çevrənin radiusunu tap. Daxilə çəkiləndə A plus B çıx C böl 2. Yəni 3 üstə gəl, 4 çıx 5 böl 2 nə qalır? 1. Aydındır. Bu düsturlar bilmək lazımdır. Bax, budur. Budur, əzbərləməlisiniz. Onda misal yaza-yaza ancaq yadında qalır. Bax, misal üçün, 5-ə baxın. Çevrə daxilinə çəkilibsə, əgər çevrə özü ara çəkilib, çevrə özü xarizdədir. Çevrə xaricdə olduğu üçün böyük yerdən istifadə edirik. Böyük yerdə düzbucaqlı üçbucaqda C böl 2 idi. Bu 5 onda 5 isə, hipotenuz nədir? 11. 11'in yarısı 5 yarım verər. Aydındır. Bax, görsən, burada çaşdırır. Çevrə daxilinə deyir. Çevrə daxilinə çəkilibsə, fiqur deməli, belə deyək də, onda çevrə fiqurun xaricində sayılır. Hə. Əsas odur, çevrə çöldədirsə, böyük yer. Bərabəryanlı düzbucaqlı üçbucağın kateti 10/2-dir. Bərabəryanlı olduğu üçün ora 10/2-dirsə, burada 10/2-dir. Biz nə demişdik? Bərabəryanlıda bura A, bura A-dırsa, bura A/2 düşüb də. Yəni buranı köhdü 2-yə vurursan, nə alınır? 20. Xarici çəkilmiş çevrə hipotenuzun yarısı idi deyə 20'nin yarısı 10 düşür. Bir də çevrənin uzunluq düsturu sirikolium bərabər 2 pi olur. 2 vur, pi-ni verib orada 3,14. Radiusu 10'dur. Bu olur 62,8. Aydındır. Buna da baxaq. Düzgün üçbucağın tərəfi 6/3 cm-dir. Düzgün üçbucağın tərəfi, düzgün üçbucaq bayaq dedik, bərabər tərəfli üçbucaqdır. Xaricə çəkilmiş çevrənin uzunluğu. Xaricinə çevrə çəkilibsə, biz dedik ki, A/3 böl 3'dür. Xaricə çəkiləndə. Onda 6/3'ü köhdü 3'ə vurub, 3'ə böləcəksən, bu da nə qalır? 6. Köhdü 3 var. Çevrənin uzunluğu deyir 2 pi r. Yəni 2 pi vur 6, 12 pi alınır. Aydındır. Çətin bir şey yoxdur inşallah ki. Bu suallar fərqlidir deyə dalbadal yazacağım. Onsuz sizə sərf edəcək. Düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin, bu düzbucaqlı üçbucaqdır. Daxilinə çəkilmiş çevrənin mərkəzi düzbucaq təpəsindən A məsafədədir. Düzbucaq təpəsindən A məsafədədir, yəni bura. İndi bir daha deyirəm. Düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin mərkəzi düzbucaq təpəsindən, yəni buradan A məsafədədir. Bununla bunu birləşdirən 90 olur. Çünki mən keçən dərslərdə dedim ki, radiusu toxunanla kəsişəndə 90 qalır. Bu da 90 qalır. Bu nədir? Çevrənin radiusudur. Bu nədir? Bu da çevrənin radiusudur. 3 dənə 90 varsa, burada 90 qalmır. Onda qarşı tərəflər düzbucaqlı bərabərdir də. Bans fiqur oldu. Kvadrat. Hər tərəfi bərabər, bütün bucaqları 90. Onda diagonal nətər tapılırdı? A bərabər R/2 olmurdu. Yəni, bura nədirsə, A/2 düşür da bura. İndi də tərsin olur, elə bil. A-mız nədir? R/2. İndi sən R-i tapmaq istəsən, deməli, A-nı köhdü-2-yə, buranı da köhdü-2-yə vurub, aşağını da köhdü-2-yə vursan, belə bir şey qalır? Qalır. Çevrənin uzunluğu da olur 2 pi r. 2 pi vur. R'miz A/2 böl 2. Köhdü 2 pi A.
Bu. Ümidvaram başa düşdünüz. Hə? Bəli. 10-cu suala baxaq. Suallar fərqlidir, yazmalıyıq. Bərabəryanlı düzbucaqlı üçbucağın daxilinə bu üçbucaqla ortaq düzbucağa malik bir təpəsi piton üzərində yerləşən və perimetri 20 olan kvadrat çəkilib. Bax. Bunu biraz belə qısaldaq. Bərabəryanlı düzbucaqlı üçbucağa daxilinə bu üçbucaqla ortaq düzbucağa malik bir təpəsi piton üzərində yerləşən perimetri 20 olan kvadrat çəkilib. Elə bil bura kvadrat çəkiblər. Düzbucaqlı üçbucağın daxilinə ortaq düzbucaqları olan bir kvadrat çəkilib. Bax. Sana nə deyir burada? Deyir ki, perimetri 20-dir. Yəni, hər tərəfi 5-dir, çaşdım. Biabır oldu. Üçbucağın xaricinə çəkmiş çevrən uzunluğu. Birincisi 5, 5, bura nə olur? 5/2. Burada da median həmişə hipotenuzun yarısıdır. Onda burada 5/2, 5/2 düşmür. Elə bil, bax, bura 5/2-dirsə, hipotenuz 10/2 olmalıdır. O da median olduğu üçün yarıya bölür. Sənə nə deyir? Xaricə çəkilmiş çevrən uzunluğu. Xaricinə çevrə çəkilibsə, hipotenuzun yarısıdır. Yəni, 10/2-nin yarısıdır. O da 5/2 düşür. Uzunluq da deyəndə 2 vur, pi vur, r-imiz 5/2. Yəni, oldu 10/2 pi. Aydındırmı? Belə. 11 bunun eynisidir. Bir balaca şəkildə fərqlilik var, baxarsınız inşallah. Gəlin, baxaq biz 12-yə. 12 gözəl sualdır, bax. İnşallah imtahanımıza qismət. Deyir, təpədəki bucağı 120 olan bərabəryanlı üçbucaq radiusu 6 olan çevrənin daxilinə çəkilib. Üçbucağın yan tərəfi nədir? Bax, bərabəryanlı bir dənə üçbucaq çəkdik. Yuxarısı 120-dir. Bərabəryanlı olduğu üçün bura 30-30 qalmır uşaqlar. Aha. Radiusda nə verib? Çevrənin daxilinə çəkilib deyir. Deməli, çevrə özü onda böyük yer 6-dır. İndi gör nə deyirəm. Üçbucağın yan tərəfini soruşmur. Yan tərəfə x yazdım ikisinə də. Bayaq mən sizə sinuslar teoremi dedim. Dedim ki, tərəf x, ona baxan bucaq sin 30 bərabər idi ən axırda nəyə? 2 vur r-ə. Belə bir şey dedim də. X bərabər 2 vur r-in yerinə 6 bilirik. Vur sin 30. Sin 30 da 2-də 1 aldığı üçün 2-də 1 2-ni aparır, yerdə qalır 6. Sualı belə uzatmağa ehtiyac yoxdur yəni. Oldu uşaqlar. Belə. 13-də də bax, eyni şeydir. Xaricə çəkilmiş çevrə deyir. Onsuz da başqa şey deyə bilməz. Çünki düstur bərabər 2 vur böyük yerdir. Bax, yenə sinuslar teoremində biraz fərqli yazıblar buna. Elə bil ABC üçbucağın xaricinə radiusu 8 olan, yəni xaricə dediyi üçün böyük yer, çevrə çəkilib. AB-ni verib 12. Bax, üçbucağı çəkirəm. A, B, bu da C-dir, tutaq ki. AB-ni verib 12, sinus C bucağında alfa yazıram. İndi nə edərik? İndi nə yazacağım mən? 12 bölək, baxdı bucağın sinusu. Sin alfa bərabər nəyə? 2 vur 8, 2 vur r. O zaman sin alfa bərabərdir 12 böl 2 vur 8, yəni 16. 4-ə böləndə 3, 4-ə böləndə 4. Aydındır. Oldu. Görsünüz necə asandır.
Bu da 15 eyni şeydir. 16'ya baxarıq. Bərabər tərəfli üçbucağın və təpələri bu üçbucağın tərəflərinin orta nöqtələri olan üçbucağın xaricinə çəkilmiş çevrələrin radiusları nisbəti. Birinci belə bir söz deyim sizə. Bərabər tərəfli üçbucağın və bunun orta nöqtələrini əmələ gətirən üçbucağın tərəf nisbəti necə olar? Tərəflərin uzunluq nisbəti necə olar? 2-nin 1-ə. Çünki bu onun ortasından əmələ gəlib, belə deyək. Yəni, tutaq ki, bura 8 isə atıram da, bura nə olur? Hə də, bərabər tərəfli deyə bura 8 isə bura da 4-dür, bura 8 isə bura da 4-dür. Yəni, 8-in 4-ə, yəni 2-nin 1-ə nisbətlədir. İndi, bunlar oxşar fiqur olduqları üçün tərəflərin nisbəti nədirsə, xaricə çəkilmiş radiusların nisbəti də eyni şey olur. Yadınızdadırsa demişdim ki, oxşar fiqurlarda yalnız sahə və həcmdə fərq yaranır. Sahədə kvadratı qədər, həcmdə kubu qədər dəyişirdi. Aydındır? Belə. Bəs oxşar olduğunu nereden bildik? Oxşar olmaq üçün bütün bucaqları eyni olmalıdır. Onsuz da bu da 60-60-60'dır. Çünki bütün tərəfləri bərabərdir. Bu da 60-60-60'dır. Bucaqlar eynidirsə, bütün bucaqlar. Deməli bunlar oxşardılar. Baxaq 18-ə. Hipotenuzu 12, iti bucaqlarından biri 60 olan düz bucaqlı üç bucağın daxilinə çəkilmiş çevrənin radiusu. Hipotenuzu 12, iti bucaqlarından biri 60 dərəcə. Olan düz bucaqlı üç bucağın daxilinə çəkilmiş çevrənin radiusu. Daxilinə çevrə çəkilibsə, bu A plus B çıxat C bölü 2 ilə tapılırdı, bu heç. Bu 60, bu 90 ise bura 30. 30'un qarşısındakı katetin hipotenuzun yarısıdır 6. 60'ın qabağı da digər katetin köhdüsü asilidir. Oldu 6 köhdü 3. 6 üstə gəl 6 köhdü 3 çıxaq 12. Yəni hipotenuzu çıxırıq. Bölə 2'yə. 6 köhdü 3 çıxaq 6 böl 2 nəyi verir? 3 köhdü 3 çıx 3. 3'də çıxartın çölə qaldı köhdü 3 çıxaq 1. Aydındır. Əslində çətin deyil. Yekə görsəməyinə baxmayın. Düsturu bildin, yerinə qoydun, getdi. Bərabər yanlı üç bucağın oturacağı çəkilmiş hündürlüyü 20. Oturacağın yan tərəfə nisbəti 4-ün çədirsə. Oturacağın yan tərəfə nisbəti 4-ün 3-ə. Yəni oturacaq, bu da yan tərəf. 4-ün 3-ə. Daxilinə çəkilmiş çevrənin radiusu. Bu nə düz bucaqlıdır, nə də bərabər tərəflidir. Ona görə ixtiyari üçbucaq qaydasına yazasan. Daxilə çəkilibsə biz demişdik ki, 2S bölək A plus B plus C belə idi. İndi mən nə edəcəm? Birinci cəbel eləyək. Aşağıda nə var? Tərəflərin cəmi var. Yəni 3K, 3K, 4K. Yuxarıda nə var? 2 vur sahə. Sən sahəni tapmaq üçün nə edərsən? Üçbucaqda 2də 1 AH yadınızdadır da. 2də 1 vur. A'mız 4K, H'mız 20'dir. Bunlar getdi. 80K bölək 10K qalır 8. Aydındır. Biri var, oturasan 5 saat eşələnəsən. Çünki bəzən uşaqların eləsi var ki, yazır götürür bura 2K, demirəm, səhvdir. 2K, misal üçün 9K'nın kvadratından 4K'nın kvadratını çıxır. Bura qalır 5K'nın kvadratı, nə bilim 20, K kvadratı 4, K2. Oturur bir də K'nı tapır da. K'nı tapmaya ehtiyac yoxdur. Onsa K'lar nə olur? Hə.
iş uzadasınız. Ona görə o lazım deyil. İnşallah 21'i yazmıram. Bayaq buna aid yazdıq. Elə indicə yazdıq, hansısa. Bu da 18. Ha, bunu yazarım. Tərəfləri 10, 12, 10. 10, 12, 10. Normalda bunu Heron düsturundan tapırlar. Mən burası belə tapacağım. Bax, 10, 10, 12-ni də neyniyək biz? 6, 6 belə, burada 8 yazaq. 16, ora 8 qalmır. Hə. Neyinirik? Xaricə çəkmiş çevrən radiusu ABC böl 4S. Olur 10 vur 10 vur 12 bölək 4 vur sayını tapanda nə edirik? 2-də 1 vur. A'mız 12, A'mız 8. İndicə bunu hesabla. 2 bunu apardı. 2 bunu da apardı. 12 12'ni aparır. 50 böl 8 qar deyəsən, yoxsa mən səhv deyil. Bunu da 2'ye böləndə 4, bu da aydındır. Beləncə 23 eyni sualdır. Sadəcə orada nə ilə yazasınız? 2S bölək A plus B plus C. Yəni elə bil daxilə çəkmiş çevrən düsturuna yazasınız. Vaxtınızı bunlara sərf eləməyək. 24, 25, 26'ya qədər hamısı demək olar ki, eyni suallar cəbaha 26'ya. Üçbucağın bucaqları 2, 3, 7 nisbətindədir. Yəni 2K, 3K, 7K. 180. 12K, 180, K 15 dərəcə. Bu üçbucağın xaricinə çəkmiş çevrən radiusu 9 olarsa 10 kiçik tərəfi nədir? İndi bax, bucaqlar nədir? 30, 2 vur 15. 3 vur 15, 45. Bu da 105. Hə? Kiçik tərəf kiçik bucağa baxır da. Sən kiçik tərəfi bilmirsən, yazsan X. Bölək, baxdığı bucaq nə olacaq burada? 30. Çünki kiçik bucaq budur da. Bu da bərabər 2 vur R-imiz 9. X bərabər 2 vur 9 vur. Sin 30'da biraz dərinə gedəndə çox sadə bir şeydir. Əzbər əsas. Oldu? Çevrənin xaricinə çəkmiş ABC düz bucaqlı, üst bucağında C 90'dır. B'də 3'dür. Biraz bunu böyüdək gəl. Hə. B'də 3'dür. DA 10'dur. Bura 3 olduğu üçün burada 3'dür. Çünki bir nöqtədən çıxan iki toxunan ölçüsü eynidir. Bura 10'sa, burada 10'dur. X, X'dir. Düzümü? Bax, yazırıq. X plus 3'ün kvadratı, üstə gəl, X plus 10'un kvadratı bərabərdir 13'ün kvadratı. Bildinizə? X plus 3'ün kvadratı, X plus 10'un kvadratı bərabər nəyə? 13'ün kvadratına. Aha. Belə. Bizə deyir çevrən uzunluğunu tap. Bunu açıb hesablasanız görəcəksiniz ki, X nədir? 2'dir. Vaxtınız yetməsin deyə uzatmıram. Yəni, bura olacaq 5'in kvadratı üstə gəl 12'nin kvadratı, 13'ün kvadratını verir. Açıb diskriminantanda yaza bilərsiniz. Hə. İndi çevrənin uzunluğu, çevrə daxilə çəkildiyi üçün və düzbucaqlı üçbucaq olduğu üçün A plus B çıxat C böl 2'dir. Yəni 5 üstə gəl 12 çıx 13 böl 2. Bildiniz ardın gəldi 5 bura, 12 bura, 13 aşağı hibrid olsun.
17'dən 13. 4, 4'ün yarısı 2. Çevrənin uzunluğu da 2 pi vur, erimiz də 2. 4 pi. Aydındır uşaqlar. Belə. Bu nə yazarsınız? Bir dənə fikirləşin, sonra baxaq. Haydi. Hə. 29'u nə yazarıq? Siz deyin, mən baxım. Ay sağ ol. 9 bölək sin 60 bərabər 2R. Belə deyil idi. Tərəfi verib, bir də ona baxan bucağı verib. Bərabər 2R qutardı. 2R vur, sin 60'da alır, köhtü 3 böl 2. Getdi belə. R də bərabər 9 böl köhtü 3. Köhtü 3'ə vur yuxarına. 9 köhtü 3, köhtü 3'ə vuranda aşağını 3. Oldu 3 köhtü 3. Aydındır. Belə. Tərəf və ona baxan bucaq verilibsə, xaricə çəkilmiş çevrəni tapmaq asandır. 30'da bunun dayısı olur. 31'ə baxaq. Deməli, oturacağı 4'dür, yanlar yox, oturacağı 4'dür, yan tərəf 6'dır. Mən yenə səhv. 4, bu da 6. Hə, bizə nə deyir? Deyir, bərabər yanlı üçbucağın daxilinə və xaricinə çəkilmiş çevrələrin radiusları arasıdır. Bax, daxilinə çevrə çəkilibsə kiçik yer, xaricinə çəkilibsə böyük yer. Kiçik yerin düsturu nə idi? İxtiyari üçbucaqda. 2S bölək A plus B plus C. Böyük yer ABC böl 4S. Bu bundan gedir. Qalır nə? Deməli, sahə tapmağa ehtiyac yoxdur. ABC də o tərəflərdir də. Yəni, misal üçün 6 vur 6 vur 4 bölək. 6 plus 6 plus 4 vur 2. Yəni, bunların cəmi vur 2. 36 vur 4. Aşağı nə qədər olur? 16 vur 2. Hə? 4'ə böləsən. 4, 4'ə böləsən getdi. Bu da oldu 36 böl 8. 4'ə böləsən 2, 4'ə böləsən oldu 4,5. Çətin deyil. Nəyə soruşduğuna baxsaz, yəni orada bir problem inşallah ki olmayacaq. Müslim? İndi bunu siz yenə düşünün görək. MY-ni verib bir dənə 45 dərəcə buranı. Hə, oyun parçasının uzunluğu. Bir də de. 18, bəli, tərəfdir. Bax, MY-nin tərəfi. Baxdığı bucaq da sin 45. Bərabər nəyə? 2R. Bir dənə söz deyim. R onsuz da buradakı OM deyil. Hədə elə sənə elə bil R-i soruşur. 2R vuraq sinus 45'dən alır. Köhtə 2 böl 2 bərabər 18. Bunlar getdi, bəli. 18'i köhtə 2'yə böləndə bunu yazacağım. Köhtə 2'yə vuracağım 18, köhtə 2, köhtə 2'yə vuracağım 2. Oldu uşaqlar. Başa düşdünüz? ABC üçbucağında B bucağı 120'dir. Dən bölənlərin kəsişmə nöqtəsi M-dir. AMC və ABC üçbucaqların xaricinə çəkilmiş çevrələrin radiusları nisbətini tapın. Bura ABC. Dən bölənlərin kəsişmə nöqtəsi M. Və 120'dir. İndi 120 isə 180'ə 120 çıxanda bu ikisinə qalır 60. İndi bir dənə bir şey deyək ki, əgər 60 qalırsa
İndi bu ikisinin cəmliyində nə olur? 30. 2 alfa plus 2 beta 60'dırsa alfa plus beta 30'dur. Bu 30'sa bura nə qalır? 150 qalır. İndi keçirik növbəti söhbətimizə. Deyir, AMC və ABC uzaqların xaricinə çəkilmiş çevrələrin radiuslar nisbəti. Gəl birinci AMC-dən başlayaq, çünki ardıcılığı elə verib. AMC uzağına baxın bir dənə. 150'ye baxan AC-dir. AC bölünsün nə yazırıq? Sinus 150. Bərabər nəyi verir? 2R verir. Onda R nəyə bərabərdir? AC bölək 2 vuraq sinus 150'dən alır. Sinus 30 ilə eyni şey alır da 180. Hə. Yəni 2'də 1 alır. Sinusun 150 aldığını həm də 30'da alır da belə deyək. 2'də 1 alır. Deməli onda R-imiz AC-yə bərabərdir AMC üçbucağında. Bu getdi. Keçik o birisinə. ABC üçbucağında yenə B bucaqlara baxır. AC-yə. Düzdür uşaqlar? AC neçə dərəcəyə baxır? Bu dəfə 120'yə baxır. Bəli. ABC üçbucağında. Bu da bərabər 2R. R-i də tapmaq istəsək, 2'ni vurmalıyıq sinus 120'yə. Sinus 120'də sinus 60 ilə eyni şey almır. Nəsə? Göytöz böl 2. Bunlar getdi. Deməli, birinci də radius AC-dir. İkinci də radius AC böl göytözdür. Bunlar getsə, biri 1 böl göytözə böləndə cavab qalır göytöz. Cavab olur B bənd. Yaxşı. Keçək 35'ə. Ben qəşəng çəkək. Bunu ümumiyyətlə çox da qəşəng çəkmək biraz mümkün deyil. Bu nöqtə ilə bu nöqtəni elə veriblər ki, belə bir çevrə çəkdik. Çünki bizə deyir ki, ABF-yə eyni çevrə üzərindədir. A-yə deyir, AF 2S-yə bərabərdir. Yəni, misal üçün, AF 2S-yə bərabərsə, bura alfa-dırsa, bura nədir? 2 alfa. İndi bizə deyir ki, AF tənböləndir. Bu. Tənbölən olduğu üçün eyni bucağa baxırlar da bunlar. Hə? Eyni bucağa baxdıqları üçün bu vətərlərin də ölçüsü nədir? Eynidir. Yəni, bizə deyir ki, BF 4'dür. Onda belə çıxır ki, burada 4'dür. İndi bir məsələ də var. Üçbucağın bir xarici bucağı özü ilə qonşu olmayan iki daxili bucağın cəmidir. Yəni, misal üçün, bura alfası, burada alfa düşməlidir ki, 2 alfanı versinlər. Bura 4'dürsə, burada nə düşür? 4. Niyə? Alfaya baxan 4'dürsə, bu alfaya baxan da 4 qalır. Yəni, bərabər yanlı alınır. Aydın da YS-ni tapdıq.
Xaricinə və daxilinə çəkilmiş çevrələrin radiusları fərqi kötü olan bərabər tərəfli üçbucağın perimetri. Bərabər tərəflidə xarici çevrə çəkiləndə radius nə idi? Yadımıza salın. A kökdə 3 böl 3. Daxilə çəkiləndə 6. Bunda fərqini kökdə 3 verib. Birinci hər tərəfi kökdə 3-ə böl. A bölü 3, kökdə 3-lər getdi. A bölü 6, bu da 1. Şimdi 6'ya vur. 6'ya vuranda burada qalır 2A, 6 3 aparır, 2 qalır. 6'ya vuranda A, 6'ya vuranda 6. Tərəf 6-dırsa, bərabər tərəfli olduğu üçün perimetr 18 olur. Aydın da uşaqlar. Belə. Düsturları amma əzbər bilmək lazımdır ki, bunu rahat yaza bilərsiniz. Bərabər yanlı üçbucağın təpədən çəkilmiş hündürlüyü onun daxilinə çəkilmiş 4,5 radiuslu çevrə ilə təpədən başlayaraq 1/3 nisbətində bölünür. Üçbucağın oturacağını tapın. Aha. Bərabər yanlı üçbucağın təpədən çəkilmiş hündürlüyü onun daxilinə çəkilmiş 4,5 cm radiuslu çevrə ilə təpədən başlayaraq 1/3 nisbətində bölünür. Deməli, 1/3 nisbətində bölünür. İndi gəl bunu belə yazaq. Radius 4,5 deyil. Bura nə qədər oldu? 9. Bura 3'dür, bura 1'dir. Onda bura 3 düşmür. Deyir 1/3 nisbətində bölünür, baxı. Bu 1, bu da 3 qatı olmalıdır. İndi sən baxırsan ki, əgər bura 9'sa, nəyin 3 qatı 9'u? 3'ün. Demək, burada nəymiş? 3. Buraya da problem yoxdur? Yox. Üçbucağın oturacağını tap. İndi üçbucağın da oturacağını necə taparıq? Nə edərik? Gəlin baxaq bir dənə. Belə eləmək olar, misal üçün. Bax, buranın tərəfi x-dir. Misal üçün, burada x-dir. Bir nöqtədən çıxan 2 toxla eyni olmur. X kvadratı nəyə bərabərdir? Toxnanın kvadratı bərabərdir. Kəsən nə qədərdir? 12. Opşu. Sonunda qalansa 3. Onda x 36'dır kvadratı. X nədir? Bura oldu 6. Düzəlmiş olur. Sən bilirsən ki, bura y-dirsə, bura da y-dir. Səbəb? Çünki bir nöqtədən çıxan 2 toxnanın ölçüsü eynidir. İncə baxaq. Y-in kvadratı üstə gəl 12'nin kvadratı. Yox. Hədə 12'nin kvadratı bərabər neçəyə? Y plus 6'nın kvadratına. Düzəlin. Y kvadrat plus 144 bərabərdir. Y kvadratı üstə gəl 12y üstə gəl 36. 144'dən 36 çıxanda 108 bərabər 12y. Y də bərabər 9. Bu 9'sa təbii ki, bu yanda 9'dur. Çünki bərabər yanlıdır. Olur 18. Aydındır. Belə. Radiusu kökdə 2 olan çevrənin daxilinə çəkilmiş bərabər yanlı düzbucaqlı üçbucağın katetinin uzunluğu. Çevrənin daxilinə çəkilibsə, çevrə özü xaricə çəkilmiş çevrədir. Bunu yazaq bura. Bərabər yanlı düzbucaqlı üçbucaq dediyi üçün bura A kökdə 2 olmur. Düzdür? İndi bizə
xaricə çəkilmiş çevrənin radiusu hipotenuzun yarısı idi. Hipotenuz nədir? A kökdə 2 böl 2. Bu da kökdə 2-yə bərabər verməyib. Onda A nədir? 2. Yəni kökdə 2-ni kökdə 2-yə bölürsən 1 qalır, 1-i 2-yə vuranda A nə olur? 2. Üçbucağın katetin uzunluğu 2. Hipotenuz 2 kökdə 2. Yaxşı? Belə. BC ilə AB cəmi 12 verilib. OBA 30-dur. OBA haradır? OBA bura. Hə? Biz demişdik ki, əvvəlki qaydaları icra edəndə toxunanla mərkəzə xətt çəkilsə, bu nə olur? Tən bölən. Bu 30 sə burada 30 qalır. Bura oldu 60. 60, 90 bura 30. Yəni 15-15 yazıram. Əhəmiyyət yoxdur. İndi 30-un qarşısı x isə 60-ın qabağı x kökdə 3. AB də olur 2x. BC plus AB 12-dir. BC x, AB 2x, cəmi 12-dirsə 3x 12, x 4 olur. Hipotenuz olur 8. Oldu. Bayaq buna aid yazmışıq. Burada R kökdə 3 vermişdilər əvvəlki sualda yadınızdadırsa. İstəsəz ona bir baxarsınız. 42. Yaz beyif eləmək istəmirəm. Necə fikirdir? Tapsam yaxşı fikirdir. Tapa bilmirəm. Hə? Yox, 8 deyil idi. R kökdə 3 sözünü görsəz mənə deyin. Mən görmədim burada. R kökdə 3, R kökdə 3. Allah ortadır bu. 38 də. Yox. R kökdə 3. Üzr istəyirəm. Ya o da deyil. Ürəyim partlayar onu tapacam deyən. Ürəyim partlayar ya burada. Mən onu tapmasam. Bəlkə də bayaq kimsə sual verəndə baxmışıq. Amma məncə yox. Bir dənə də baxım. Qoyun, ürəyim sakitləşsin. Yox, uşaqlar, tapa bilmədim. Hə? Orası bölmədə 35. Ha, bu da bu. Eyni sualda 35. Sən demiş. Neyse, amma yenə də biz izah edək. Neçə idi? 42. İzah edək, sonra demin ki, müəllim fırladır. R radiusul çevrənin uzunluğu, R kökdə 2 olan vətənin uzun nöqtələrindən bu çevrəyə çəkilən toxunanlar arasında qalan bucaq. Aha. R radiusul çevrənin uzunluğu R kökdə 2 olan vətəridir. Aha. İndi bax, bura R, bura R. Buranın R kökdə 2 olması üçün R kökdə 2-nin yarısı bura düşməlidir. R kökdə 2-nin də yarısı bura düşməlidir. Toxunanlar arasındakı bucağı soruşur bizdən. Bura. İndi uşaqlar, biz bilirik ki, bax ki, x nə yazaq. X-in kvadratı üstə gəl. R kökdə 2 böl 2-nin kvadratı bərabər R kvadrat olmalıdır.
x kvadratı üstə gəl. Bu nə olur? 4-də 2 r kvadratı bərabər r kvadratı. R kvadratla 4-də 2-sini çıxsan, elə 4-də 2 r kvadratı qalmır. Demək, x-imiz nəymiş? Kök alta salsaq, kök 2 bölü 2 r. Yəni, bununla bu eyniymiş. Eyni olduğu üçün də bu bucaq nə qalır? 45. Bu da nə qalır? 45. Bura 90 olduğu üçün radiusla toxunan kəsikəndə 45, 90, 45. Onda burada 45 qalır. Əslində, bura 90-dır. Burası biraz sualı adam başdan təxmin edə bilmir. Ona görə belə. Aydındır. Amma mən bunu başqa cür tapa bilərdim əslində. Baxan kimi bir müəllim olaraq bilməliydim. Ay, sağ ol. Buna bax. Hadi, get. Tərsləşir elə bir. Bax. Buradan bunu çəkdim. Buradan bunu çəkdim. Misal üçün, güclü müəllim olsaydım, bilərdim ki, tez yadıma düşər daha doğrusu. Bu R. Bu R. Bu R kökdə 2-dirsə, demək bu kvadratdır, yəni 90 dərəcədir bura. Şəkil əslində normalda belə olmalıydı. Oturacağı 12-dirsə, perimetri 32 verdiyi üçün tərəf 10-10 qalır da. Bayaq yazdıq buna aid yadınızdadırsa 10, 10, 12. Daxilinə çevrə çəkiləndə nə ilə tapırıq? 2s bölək a plus b plus c. Bu suallar yazmayacaq, asandır. Gəlin 45-ə baxaq. Hipotenuzu AB olan düz bucaqla ABS üst bucağın C döndürüyü çəkilib. ACD və BCD üst bucaqlarının xaricinə çəkilmiş çevrələrin radiusları uyğun olaraq 3 və 4-dür. ABS üst bucağın daxilinə çəkilmiş çevrənin radiusu nədir? Baxın bura. ACD-nin radiusu 3-dür. ACD buradır, bu dıqılı. Bu 3-dürsə, bu da 3-dür. O birisinin də radiusu 4-dürsə, bu da 4-dür. İndi bax, 6 buradan bura. 8 buradan bura. Aşağı nə qalır? 10. İndi ABC üst bucağın daxilinə çevrə çəkiləndə A plus B çıxar. C bölü 2. 6, 8 çıx 10 bölü 2. Oldu belə. Aydındır. Bu eyni sual. Gəlin 47-yə baxaq. İki tərəfi 12 və 15 olan üst bucağın üçüncü tərəfə çəkilən hündürlüyü 10-dur. Xaricdə çəkilmişin radiusu. Bax, 12, 15. Hündürlük də verib 10. Düzdürmü? Bu tərəfi bilmirik də nədir? X yazıram. İndi xaricdə çəkilmiş çevrənin radiusunu tapanda ABS böl 4S. Yəni 12 vur 15 vur X bölək 4 vur 2-də 1. A'mız X, H'mız 10. X'lər getdi. 4-ü 2-yə böləndə 2, bu da oldu 20, hə? Yuxarıda 180. Cavab nə qalır? 9. Aydındır. Burada yəni X-i tapmaq vacib deyil. Birbaşa düstur yerinə qoyanda X-lər zaten gedir. 49-da əslində işarə verir bizə. Nə deyir? Deyir, katetlərdən biri diyeceğin 75%. Nə deməkdir o? Yəni, biri 3K, biri 4K-dır.
3 4'ün 75% değil. Biri 3K'dır, biri 4K'dır. Onda avtomatik bura 5K qalmır. Bu üçbucağın daxilə çəkmiş çevrənin radiusu 2-dir. Daxilə çəkiləndə A plus B çıx C böl 2. Bunu da verib 2. Hə? A'mız nədir? 3K. B'miz nədir? 4K. C'miz 5K. 2-ni 2'ye vuranda 4. 7K'dan 5K çıxanda 2K, 4. K nə olur? 2. 5 vur 2, 10. Düzü? Belə. Çox sual qalmayıb. R radiuslu çevrə hipotenuzu C olan düzbucaqlı üçbucağın daxilinə çəkilib. Ədədləri ədəd silsilə əmələ gətirir. Üçbucağın perimetri nədir? İndi deməli A1, 2. Çalışıb B1 yazıram. A2, R. A3, C. A4, 13 verilib. Düzdürmü? Qəşəng sualdır. Tam blok imtahanı üçün. İndi bizə deyir, ədəd silsilə əmələ gətirərsə, üçbucağın perimetri nədir? Birincisi, biz silsilə fərqini tapaq. A4-dən A1 çıxıb, 4 çıx 1'ə bölmürdük. Bu olacaq 13 çıx 2 böl 3. Yəni 11 böl 3. Düzdür? İndi A2'ni tapanda biz nə edirdik? A1'in üstə bir dənə D gəlirdik. 1'dir. O da nə olurdu? A1'imiz 2'dir, D'miz 11 böl 3'dür. Mən 2'nin yerinə 6 böl 3 yazsam 17 böl 3 olur mu? A2'miz nə idi? R. R'i də tapdıq. Keçdik A3'ə. A3'də A2 üstə gəl 1-dədir də. A2'miz 3'də 17'dir. Üstünə də bir dənə D, yəni 3'də 11 gəlsək, olur 3'də 28. Bu nə idi? Bu da C idi. C nədir? Hipotenuz. Düzü? Bizə nə deyir? Üçbucağın perimetrini tap. İndi gəldik bura. Bu düzbucaqlı üçbucaq olduğu üçün kiçik yer nəyə bərabərdir? A plus B çıxart C böl 2'yə. Düzləyirəm. R-i nə verdik orada? Nə tapdıq? 3'də 17. A plus B-ni bilmirik. C-ni amma tapdıq orada nəsə? 3'də 28. Bu 2'ni bu 17'yə vursam 34 böl 3 A plus B çıx 28 böl 3. 28 böl 3'ü bu yana atsam toplama olur. Olur neçə? 62 böl 3 olur A plus B. Perimetri tapmaq istəsəm A plus B plus C-ni tapmalıyım. A plus B 62 böl 3'dür. C də 28 böl 3. Olur 90 böl 3 neçə? Gördüyünüz kimi çox asan sualdır. Bildiniz? Hər şey düzgün yazılıbsa, əminsinizsə həmişə cavab çıxacaq. Müəllim atalar sözü. Bu suala baxaq. Deyir, hipotenuzu 17 olan düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilən hündürlük onu 2 dənə üçbucağa ayırıb. Bax, çox gözəl sualdır. Bax, düzbucaqlı üçbucaqdır, hipotenuzu 17'dir. Deyir, bunun düzbucaq təpəsindən çəkilən bir hündürlüyü var. Bunu 2 dənə üçbucağa ayırıb. Bir soldakı, bir də sağdakı üçbucağa ayırıb. Sən nə deyir? Deyir, bu üçbucaqların
xaricinə çəkilmiş çevrənin mərkəzləri arasında məsafəni tap. İndi bax bu üç bucaqda xaricinə çevrə çəksən, mərkəz ara düşər. Bu düz bucaqlı üç bucaq deyər gəlmişəm də. Mərkəz hipotenuzun yarısıdır. Yəni radiusu hipotenuzun yarısıdırsa, bunun ortasına düşəcək. Onda bu birisi üç bucaqda da gəlib bunun ortasına düşəcək. Bildiniz nə demək istəyirəm? İndi sənə deyir, bu mərkəzi arasında məsafə nədir? 8.5, bəli. Çünki orta xətt sayılır. Hipotenuzun ortasından çəkildiyi üçün. O da 17-nin yarısı olur. Aydındır? Dördüncü sual da biraz maraqlı sualdır. Deyil. Bir də bax. Deməli, uşaqlar, bir dənə söhbət edəsinə. Bərabər tərəfli bir dənə üç bucaq verib. K da deyir ki, medianların kəsişmə nöqtəsidir. Biz bilirik ki, bərabər tərəflə medianın dən böləni hündürlüyü fərqi yoxdur da, eyni şeylərdir hamısı. Eyni xəttlərdir. Hə. Sinus APK-nı 0.7 verib. Sinusun mənası nə? APK birinci buradır. Bax, bu bucaq verib. APK burada nədir? Qarşı böl, yəni sinusun mənası o ki, qarşı 7K, hipotenuz 10K. Qarşı böl hipotenuz, belə olmur. Sən bilirsən ki, buradakı hündürlük əgər 7K-dırsa, burada 7K-dır, burada 7K-dır. Düzdürmü? İndi sənə nə deyir? KM neçədir KM? 7K KN KP 10K. Bir yerdə 48 olur. Onda bu olur 24K'mız 48 K2. Aha. Bu üç bucağın xaricinə çəkilmiş çevrənin radiusu. İndi bir dənə də söhbət edəsinə. Bu biraz xəttə əyrilmə aiddir. Görsənə bilər. Buna bunu birləşdirdim. Medianların kəsişmə nöqtəsində birin ikiyə nisbətə bölünmürdü. Tərəfə olan 7K-dırsa, bura 14K-dır. Düzdür? Deməli, median tən bölən hündürlük. Hamısı 21K-ymış. Bu. Ümumi. K-mız 2 olduğu üçün nədir? 42. İndi median tən bölən hündürlük düsturu nə idi? A köhdü 3 böl 2. Onda A köhdü 3'ümüz bərabər imiş 84'ə. Buraya qədər aydındırmı? Sənə deyir, xaricinə çəkmiş çevrənin radiusu. Bərabər tərəflə xaricə çəkiləndə? Bəli. 84 3'ə böləndə 28 qalar inşallah. Hə, elə qalar. Bilsən, başqa şey arzulayardım. Düz, bu da. Aydındır. Daha silimlə. Son suallarımızı 1, 2, 3, 4 dənə. 2-3 dənə sualımız qalıb, neysə. Bu asandır. Düz bucaqlı üç bucağın iti bucaqlarının birinin tangenti %75'dir. İndi tangens nə idi məna olaraq? Qarşı böl qonşu. İndi tangens alfa %75'dirsə, bunu 4'də 3 kimi yaza bilərəm, değil mi? Onda deməli, bura 3K'dır. Qarşı 3K, bura 4K. Bura nə düşür? 5K. Perimetr 24 veribsə, perimetr hamısının cəmi 12K, 24-sə, K2'dir. İndi daxilə çəkmiş çevrənin radiusu da A plus B çıxı C böl 2 idi də. 3K üstə gəl, 4K çıxaq 5K bölək 2, 1K qalır, hə? K'da nə verib? Aydın oldu.
Çox sadə, gözəl izah edirəm. Düz deyirəm? Ona görə zəhmət olmasa videoya baxanda bəli, like atın, necə olmasa bir nə bilim, orada bir kommentdən zaten yazın da. Özüm üçün danışıram, qoyuram ora. Yazı yenə yaz. Nə daxil var? Nəysə, videonun bağlayım, o söhbətləri bir denəyəcək. Bəli. Bu videoları xalqa yararlı olaq deyə çəkmirik bana. Özümüz üçün çəkmirik. Güzel. Bu videoya 100 like gəlsin. Muradı keçərliyir. 80 dərəcə var, 55 dərəcə var. Bura nə qədər oldu? Bura nə qədər? 45. Xarici çəkim necə? Xarici çəkimi çevirən radius deyirsə, böyük yeri soruşur. Tərəf 6/2. O birisi sinus 45. Baxdı bucaqda. 2 R-də. R bərabərdir 6/2 bölək 2 vur sin 45. O da köhdə 2 bölü 2 deyil. Bunlar gedir. Köhdə 2 ilə böləndə 6 qalır. Dediyim kimi, əslində dəfələrlə belə təkrar yazsınız, yada qalan şeydir. Düzdür? %59'u yazmayacağım. Çünki bayaq buna aid yazmışdıq. Biri var idi 9, biri də o birisinin. Birinci nisbətə bölmüş döndürük. Onu yazmayacağım. 60'a baxacaq. Söhbət burada bağlanacaq. ABC bucağının daxilindən çəkilmiş çevrən radiusu 2'dir. Burada S-nə 90 verib yerəcəmişəm. BS 8'dir. Bu da 2'dir. Xarici çəkilmiş soruşur. İndi necə tapa bilərik? Gəlin düşünək. Birincisi, tutaq ki, bura A yazaq, bura B yazaq. Biz bilirik ki, radius düsturuna görə katetin üstə katet gəlib, hipotenuzu çıxırdıq. Yarıya böləndə cavab alırdıq. Onda belə çıxır ki, A plus 8 çıxaq B bərabər 4. A çıx B bərabər olur -4. Belə oldu. Burada normaldır, çünki indi katetin hipotenuzu çıxanda mənfi qalmalıdır. Yazaq, B çıxa bərabər -4, gözümüz qarışmasın. İndi, ona belə çıxır ki, B'miz nəyə bərabərdir? A plus 4'ə. Pifagordan gəl hesablayaq. A-nın kvadratı üstə gəlinsin. 8'in kvadratı A plus 4'ün kvadratını verməlidir. Bu olur A kvadratı üstə gəl 64 bərabər A kvadrat plus 8 A üstə gəl 16. Bunlar getdi. Bunu çıxanda 48 bərabər 8 A nədir? 6'dır. Xarici çəkilmiş çevrən radiusu deyəndə hipotenuzun yarısı, yəni B böl 2. B də A plus 4 böl A plus 4 olduğu üçün belə olur. 10 böl 2, 5. Aydın da uşaqlar. 6, 8, 10 olduğunu belə bilmək olur.